Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi. Space televiziyası Qarabağ Azərbaycandır verilişi. Biz bu dəfə Neftçaladayıq. Qəhrəman oğullarımızın, analarının, atalarının, valideynlərinin əlini öpməyə gəlmişik. Bax, yanımdakı bu gözəl anamız Xalidimizin bizə yadigarıdır. Atamız buradadır, Xalidimizin əmanəti. Cəmi şəhidlərimizin məkanı cənnət olsun. Şəhidlərimizin ruhuna salam verməyə getdiyimiz bu yol müqəddəs yoldur. Bizi qələbəyə, bizi zəfərə aparan yoldur. Bax, bu yolla oğullar getdilər, Qarabağı işğaldan azad etdilər. Hər birimiz üçün Azərbaycanı birləşdirdilər, suveren etdilər. Məkanı cənnət olsun oğullarımızın. Bura deməli ana, Neftçalanın aşağı Surra kəndidir, düzdür? Bəli. Xoş gördük siz ana. Çox sağ olun. Sevinə-sevinə gəlmişik amma yanınıza. Çox sağ olun. Allah razı olsun hər birinizdən. Şəhidlərə dəyər verdiyi üçün çox sağ olun. Nə bilim. Şəhidlər o qədər dəyərlidir. Bizim qəhrəman oğullarımız, bizim igid oğullarımız, Qarabağı bizə qaytaran oğullar. Sizin hər birinizin məzarı önünə gələndə qürurla gəlirik, fəxrlə gəlirik ki, Azərbaycanımızın belə oğulları var. Əslində elə Azərbaycanımızı Azərbaycan edən bu oğullardır. Burada aşağı Surra kəndində, əziz tamaşaçılarımız, 1-ci Qarabağ müharibəsindən də neçə-neçə oğullarımız olub. Neçə şəhidimiz var bizim? Deməli, 1-ci Vətən müharibəsində 12 şəhidimiz var. 2-ci Vətən müharibəsində 2 şəhidimiz. 14 şəhid cəmi. 14 şəhidimiz Bəli. var. İtkin şəhidimiz də İtkin var. şəhid 4 nəfər, o 12 nəfərin içindədir də 4 nəfərdir. 4 nəfər Bəli, itkin itkin şəhidimiz var. var. Məkanı cənnət olsun. Amin. Və oğullarımızın şəhidlər xiyabanında burada. Bəli, Eləmi aşağı bəli, Surra bəli, kəndi? bəli. Gedəyin ziyarətə, əziz tamaşaçılarımız. Sizin hər birinizə arzu edirik ki, yolunuz buradan düşəndə, Neftçaladan düşəndə mütləq şəkildə gəlib, bax bu oğullarımızı ziyarət edəsiniz. Doğma Azərbaycana, unutma şəhidlər ölməz, doğma vətən bölünməz, bir kərə yüksələn bayraq bir daha enməz. Unutma şəhidlər ölməz. Neçə nömrəli məktəbi bitirib Xalid? Aşağı Surra kənd orta məktəbini bitiribdi. Neftçala rayonunun Aşağı Surra kənd orta məktəbini. Xalid haqqında mən üçün danışmaq çətindir. Eyni zamanda qürur vericidir. Xalid mənim sevimli şagirdim olubdu. Tərbiyəsi ilə, intizamı ilə, səmimiyyəti ilə özünü sevdirmişdi. Bir vaxtlar Xalidi bir şagird kimi tanıyırdıq. İndi isə Xalidi bütün Azərbaycan qəhrəman şəhid kimi tanıyır və qürur duyur. Xalid Orucov bir daha sübut elədi ki, məktəb illərində formalaşan vətənpərvərlik hissi döyüş meydanında qəhrəmanlığa çevrilir. Bəli. Xalid Orucov həyatını vətən torpaqlarımızın azadlığı uğrunda fəda verərək ən yüksək zirvəyə, şəhidlik zirvəsinə yüksəldi. Bir müəllim olaraq deyə bilərəm ki, biz müəllimlər belə şagirdlərimizlə fəxr edirik. Hər birimiz. Onları heç bir zaman unutmayacağıq. Hər zaman dərslərdə, siniflərdə nümunə olaraq onları xatırladacaq. Xalid Orucov yalnız ailəsinin deyil, həm də məktəbimizin, bax bu elin, vətənin evladıdır. Ruhun şad olsun, əziz şagirdim. Sənin də qürur duyuram, cənab leytinant. Allah cəmir şəhidlərimizə rəhmət eləsin. Məkanı cənnət olsun. Bir müəllimin qəhrəman şagirdinin qarşısında dayanıb, səninlə qürur duyuram, cənab leytinant deməyi doğrudan da çox təsirlidir, eyni zamanda çox qürurludur. Biz də öz adımızdan, bütün Azərbaycan xalqı adından Azərbaycan müəllimlərinə təşəkkürümüzü bildiririk. Çünki bizim bu qəhrəman oğullarımıza qəhrəmanlığı, vətən sevgisini eləməz Azərbaycan məktəblərində Azərbaycan müəllimləri aşıladılar. Çox təşəkkür edirəm və bilirəm ki, bundan sonra da sizin yetirdiyiniz şagirdləriniz
elə Xalid kimi qəhrəman olacaqlar. Onlara oxşayacaqlar. Siz də müəlliməsiz. İbtidai sinif müəlliməsi sizsiz. Onda Xalidi lap uşaq vaxtından tanıyan Bəli. sizsiz. Bəli. Böyük arzuları var idi. Ən böyük arzusu da hərbiçi olmaq idi. Xalid vətənpərvər ruhda böyüyürdü. Və o böyüdü, arzusuna çatdı. Mənim üçün çox çətindir Xalid haqqında danışmaq. Çətindir, amma qürurludur. Bəli. Sizin şagirdinizdir, sizin yetirmənizdir, sizin övladınızdır. İbtidai sinif müəllimlərinə deyirlər ikinci ana. Bəli. Evdən çox sizin yanınızda olurdular da, Bəli. düzdür? Bəli. Qurban sən ağlama. Ağlasana da çıxıb gedəcəm. Xalid torpaqlarımızın azadlığı uğrunda, bayrağımızın ucalığı uğrunda ən yüksək məqama yüksəldi, şəhidlik zirvəsinə. Xalidin göstərdiyi bu nümunə bir vətənpərvərlik nümunəsidir, bir mərdlik nümunəsidir, cəsarətli nümunəsidir. Mən Xalid Orucovla fəxr edirəm. Fəxr edirəm ki, Xalid Orucovun ibtidai sinif müəlliməsi olmuşam. Biz məktəbimizdə, dərslərimizdə, qəlbimizdə hər zaman Xalid Orucovu yad edirik və həmişə də yad edəcəyik, yaşadacağıq. Mən şəhid ailəsinin qarşısında baş əyirəm. Şəhidlərimizin Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Amin. Bugün bizim üçün ağır gündür. Yəni danışmaq baxımından deyək, həm də şərəflidir. Şərəflidir ona görə ki, bir zamanlar nə isə aşlaya bildiyimiz, yetişdirə bildiyimiz gənclər bir vaxt qəhrəmanlıq simvolu olaraq, cəsarət simvolu olaraq Azərbaycan torpağının ərazi bütövlüyünün tam təmin olunması üçün cənab prezidentimizin vur əmri ilə düşmənə zərbənin necə vurulmalı olduğunu sübut etdilər. Xalid həqiqətən də cəsarət simvolu idi, qəhrəmanlıq simvolu idi. Bu elə belə deyildi. Bu ona genetik olaraq keçmişdi. Çünki Xalidin dayısı da 1-ci Qarabağ savaşında şəhid olmuşdu. İkinci faktor da ondan ibarətdir ki, Surra, aşağı Surra kəndi olduğumuz məkan həqiqətən də dövlətinə, dövlətçiliyinə sədaqət nümayiş etdirən sadiq bir kənddir. Bunun bariz nümunəsidir ki, bugün müqəddəs məbədgahda durduğumuz 14 ali ruh bizimlə bir yerdədir və inanırıq ki, bundan sonra da Xalidin yolu ilə gedən igidlərimiz çox olacaq. Vətəni hər şeydən uzaq tutan, vətənpərvərlik hissini öz müqəddəs amalına, qayəsinə, sağlam əqidəsinə çevirən gənclərimiz yetişəcək. Xalid bizim üçün fəxirdir. Həqiqətən də Xalid bizim üçün qürur mənbəyidir. 24 illik həyatında böyük bir dastan yazmaq hər bir adama nəsib olmur. O məhz Xalidə və Xalid kimi seçilmişlərə nəsib olub. Xalid seçilmişdir, Tanrı tərəfindən seçilmişdir. Ümumiyyətlə şəhidlərimizin hər biri seçilmişlərdəndir. Onlar seçilmişdirlər ki, müqəddəs kitabımızda onların haqqında ölməzlik, əbədi yaşarlıq ifadəsi işlədilir. Bir daha mən bugün Xalidin valideynlərinə, Gülnara bacıya, Salih ataya bir daha onlara həmişə dediyim kimi hər zaman biz burada Xalidin doğum günündə, anım günündə tədbirlər təşkil edirik və çox kütləvi tədbir olur. Kütlə həddindən artıq böyük bir kütlə izdiham iştirak edir. Onlara o vaxtda deyirdim, indi də deyirəm. Başınızı dik tutun. Onlar bizim alnımızdan işğal adlı bir ləkəni sildilər. Tariximizdən o qara günləri sildilər. Siz də başınızı dik tutun. Üzünüz ağdır, alnınız açıqdır. Ona görə ki, siz belə bir övlad tərbiyələyib vətənə vermisiniz. Təşəkkür edirəm. Çox doğru, çox doğru. Dəyərli müəllimimiz çox gözəl sözlər ifadə etdi. Əziz tamaşaçılarımız, doğrudan da bu şəhidlərimizin hər biri bizim niyə qürur yerimizdir? Çünki Azərbaycan xalqına bir qürur gətirdilər, bir fəxr gətirdilər. Burada müəllimimiz dedi ki, 14 nəfər müqəddəs ruh var, 14 nəfər müqəddəs oğlumuz var və bu müqəddəs oğulların içərisində burada itkin şəhidlərimiz var. O itkin şəhidlərimizi mən sizin hər birinizdən rica edirəm, həm də sizdən bunu tövsiyə edirəm sizə, əziz tamaşaçılarımız. Bir şəhidlər xiyabanına getdiyiniz anda mütləq şəkildə birinci o itkin şəhidlərimizi ziyarət edin. O itkin şəhidlərimizin o itkin ruhları ki var, biz onların hər birimiz qarşısında baş əyirik, məkanları cənnət olsun. Analar, gəlin bu itkin şəhidlərimizi burada ziyarət eləyək və adlarını bir-bir çəkək. 1993-cü ilin şəhidləridir, əziz tamaşaçılarımız. İtkin şəhidimiz Nəcəf Camal
Rızaqulu oğlu 1969-cu il təvəllüdlü, 1993-cü ildə şəhid olub. Aşağı Surra kəndinin şəhididir, düzdür? Yəqin ki, anası, atası dünyasını dəyişmiş olar, hə? Hə. Deməli, içkin şəhidimiz Məhərrəm Müşfiq Mövsüm oğlu. O da 1993-cü ilin şəhididir. Məkanı cənnət olsun bu şəhidlərimizin. Hər birinizi salamlayıram. Xalidin ailəsi adından. Mən Xalidin bibisi oğluyam. Xalidin nəşini mən gedib gətirmişəm. Əlbəttə ki, uşaqlığına qaydanda Xalidin necə vətənpərvər olduğunu mən hiss edirəm. Ta ki, uşaqlığından bugünkü günə qədər hiss edirəm. Çünki Xalid o qədər yollar keçmişdi ki, əvvəli Naxçıvanski, sonra akademiya, bunları oxuya-oxuya Xalidin mən hər dəfə görəndə Xalidin vətənpərvər olduğunu, əlbəttə bəs qədər müəllimlərimiz danışdı o barədə və sonda Xalidi yola salmağa gedəndə, yəni Xalidi mən gətirməyə gedəndə o yola salan orada igidlər ki var idi, onlar məni qucaqlayıb bağrına basırdı ki, atasına, anasına da bizdən salam deyərsəm və fəxr edirik ki, belə bir şəhidimiz. Mən, əlbəttə bütün şəhidlər biz üçün əzizə, Allah Quranda onlara yer verir, şəhidlər ölü deyir, şəhidlər diri deyir və Allah yanda onlar ruzu yerlər. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin və bir də nəzərdə çatdırım ki, bu surra əhli, bu surra cəmatı, Neftçalar aşağı surra cəmatı, bu şəhidlər xiyabanın artıq böyük bir ziyarətgaha çeviriblər. Mən kəndin adından deyə bilərəm ki, hər cümə axşamı, cümə günləri diqqət eləsək, hər gün, həftənin hər günü burada adam olur, ziyarətə gəlirlər. Bu bizim üçün böyük bir fəxirdir. Əlbəttə şəhidlər, bütün Azərbaycan şəhidləri bizim baş tacımızdır, bizim qeyrət simvolumuzdur bunlar. Allah vətənimizi qorusun, xalqımızı qorusun. İnşallah ki, Xalid sevərlər, bütün şəhidlər sevərlər. İtkin şəhidlərimiz, məndən 2 yaş böyük olan Salam var burada. Gəlin ziyarət edək, gəlin bura. Gəl əziz qardaş. Şəxsən tanıdığınız? Bəli. Salam İslamoğlu. Salamın atası mənim anamla xaloğlu xala qızı. Yəni bir yerdə oxumuşuq. Ən yaxın qohumlardır. Obursu, bəli, şəhid Babək Zakiroğlu, bütün şəhidlərimiz. Allah, bax Cəlal Əhmədov mənlə bir yerdə böyüyüb boya başa çatan, hətta bizə idman dərsində kömək eləyən bütün şəhidlərimiz, Allah hamısının ruhunu, həqiqətən müəllimimiz dəyərli sözü dedi, bunlar seçilmişdilər. Bunlar hamısını bir, bax burada Rahim, şəxsən mən uşaq vaxtı mənə boynuna qaldırırdı, futbolu aparırdı. Futbolda, bax bütün şəhidlər, istər Vüsalı olsun, istər Zabili olsun, Azərbaycanımızın əlbəttə bütün şəhidləri bizim baş tacımızdır. Amma mən əvvəl dediyim kimi, bu şəhidlər xiyabanı artıq bizim üçün böyük bir ziyarətgaha çevrilib. Hətta biz burada məclislər qeyd eləmişik, ehsanlar eləmişik burada. Cəm şəkilində burada durub namazlar qılıb, dualar eləmişik. Əlbəttə şəhidlərimizin ruhuna və öz mənfəətimiz üçün, Allahdan özümüz üçün bağışlanmaq və sonda bütün şəhidlərin qarşısında mən baş əyib, Allahdan arzu edirəm ki, Allah onları Peyğəmbər Əhl-i Beytlə məşhur eləsin və qiyamət günü Xaliddən də istəyəm o ki, mənə də şəfaətçi olsun. Şəhidlər şəfaətçi olacaqlar. Allahdan istəyirəm ki, Allah bütün şəhidlərimizin ruhun duası qərar versin və bu surra əhli, Neftçalar aşağı surra əhli, ümumiyyətlə Neftçalar rayonu çox hörmət qoyur və bir də arzum budur ki, Azərbaycan xalqı şəhidlərin unutmasınlar inşallah. Allah sizdən razı olsun, Allah köməkdir olsun. Çox təşəkkür edirəm. İtkin şəhidlərimizi burada ziyarət elədi, əziz tamaşaçılarımız. Məkanı cənnət olsun, bu şəhidlərimizin nəşləri tapılmayıb bu günə qədər də. Bu şəhidlərimizin çoxunun valideynləri bu dünyadan göz açıq getdilər. Oğul həsrəti ilə getdilər. Oğlumdan bir xəbər almaq arzusu ilə yaşadılar, amma o arzu ilə gözlərində getdi. Amma bizim Vətən müharibəsinin
şəhidləri, o zəfəri bizə yaşadan şəhidlər bir çox bizim analarımızın, atalarımızın da o gözünü yoldan yığdılar. Çünki Vətən müharibəsindən sonra bizim torpaqlarımız işğaldan azad olunduqdan sonra neçə-neçə bizim şəhidimizin, itkin şəhidimizin nəşi tapıldı. Dövlət səviyyəsində, çox yüksək səviyyədə onların yenidən dəfn olunması, o mərasimlər keçirildi. Bax, buna görə də dövlətimizə, xüsusilə Ali Baş Komandana təşəkkürümüzü bildiririk ki, dövlət səviyyəsində bu işlər həyata keçirildi. Məkanı cənnət olsun. Düzdür, bu oğulların məzarı yoxdur, bu oğulların nəşi bilinmir hardadır, amma onların ruhu Azərbaycan səmalarındadır. Onların ruhu Qarabağdadır, qəlbimizdədir. Hər zaman yaşayacaq onların ruhu. Əziz tamaşaçılarımız, gördüyünüz kimi biz Neftçaladayıq. Neftçalanın qəhrəmanlar diyarı olan Neftçalada və buranın Aşağı Surra kəndində. Biraz öncə biz şəhidlərimizi, bu kəndin müqəddəs 14 nəfər qəhrəman oğlunun məzarını ziyarət etdik. Həqiqətən bir ziyarətgahdan gəlirik və söylədik ki, ana, necə ki bugün sizin hüzurunuzdayıq, əlinizi öpməyə gəlmişik, Xalidimizin evinə, ocağına da getməliyik. Və burada bax bu masanın ətrafında oturan hər bir kəs bugün Xalidin qonağıdır. Xalidin adına bu qapını açmışıq və bu masada əyləşib Xalidin adına bu bir stəkan çayı içmək hər adama nəsib olmur ki, bugün bizə nəsib olub. Və bilirəm ki, bizimlə bərabər siz də, dəyərli tamaşaçılarımız, hər birinizin ürəyi buradadır. Dəyərli ziyalılarımız var burada, şəhid anamız buradadır, əllərinizdən öpürük, hər birinizə təşəkkür edirik. Bugün Xalidin adına bura gəldiyinizə görə Xaliddən danışacağıq, Xalidin qəhrəmanlığını öyəcəyik. Xaliddən danışıb qürurlanacağıq ki, bəli, Azərbaycanımızın belə qəhrəman oğulları var. Onlar bizə Qarabağı qaytardılar. Onlar bizə işğal altında olan torpaqlarımızı qaytardılar. Vətənimizin müstəqilliyini, suverenliyini bərpa etdilər. Bugün qürurla deyirik ki, mən Azərbaycanlıyam. Mən işğaldan azad olunmuş, torpaqları bütövləşmiş, sərhədləri bütövləşmiş bir Azərbaycanın vətəndaşıyam. Günay xanım, dəyərli bizim millət vəkilimiz, bura gələndə biz bilmirdik ki, Günay xanım buradadır. Dedilər, vətəndaş qəbulundadır və gözlədik ki, vətəndaş qəbulunu bitirib gəlsin. Dedi, elə mən daha sonra şəhidimizin ailəsini ziyarət edəcəkdim. Müqəddəs bir məkanda sizinlə görüşməyimizə görə bir daha sevinirik. Nə yaxşı ki, vətən oğulları, vətən qızları, dəyərli ziyalılar, özünü əsl Azərbaycanlı hiss edənlərimizin hər birini biz gəlib şəhid ailəsində görürük. Bax, buna görə çox sevinirik. Mən sizi uzun illərdən bəri tanıdığıma görə bu sözü çox ürək rahatlığı ilə deyə bilərdim ki, Nuranə xanım 44 günlük Vətən müharibəsinə qədər bütün efirlərində deyirdi ki, gün o gün olsun ki, biz efirləri Qarabağdan çəkək. Biz gedək Qarabağ torpaqlarına oradan efirlər yayımlayaq. Bugün artıq hər birimiz o arzuların, istəklərin reallaşdığının şahidi olduq. 2020-ci ildə başlanan Vətən müharibəsi 44 gün ərzində davam etdi, zəfər çalındı sonda. Məhz 44 gün bu torpaqlarda öz gəncliyini, ailəsini, övladını, subaylığını, təhsilini, işini, valideynlərini, sonuçda öz cavan həyatını, gənc həyatını düşünmədən bir göz qırpımında özünü vətənin qucağına atan oğulların sayəsində, başda möhtərəm cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev olmaqla, onun qətiyyətli, prinsipal, uzaq görən siyasəti nəticəsində biz torpaqlarımızı işğaldan azad etdik. Bugün hər birimiz Qarabağda və Şərqi Zəngəzurda böyük qayıdış proqramının şahidlik edirik. Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələri, məktəblərin, xəstəxanaların, deməli, uşaq bağçalarının, bir sözlə
Orada nəinki binalar tikilir, orada nəinki infrastruktur layihələri, orada yenidən həyat qurulur. Ora yenidən nəfəs gəlir. İnsanlarımız öz dədə-baba torpaqlarına qayıdırlar. Biz hər dəfə möhtərəm cənab prezidentin Qarabağ və Şərqi Zəngəzurda oradan olan vətəndaşlarla görüşündə biz nə qədər möhtərəm prezidentin o vətəndaşlarla birgə sevincinin şahidi oluruq. Hər birinin sevincinə deməli şərik olur. Onlarla çox səmimi, isti münasibət qurur. Bütün bunların hamısı həqiqətən də dövlətin xalqına olan sevgisindən, diqqətindən, qayğısından irəli gəlir və onun bariz nümunəsidir. Çox əziz və dəyərli Salih ata, gözəl anam, Günləri anam. Bilirsiniz ki, və bu hər kəsə də bəllidir ki, Azərbaycan xalqı hər zaman öz şəhidinə dəyər verib. Azərbaycan xalqı nə qədər var olacaq, nə qədər yaşayacaq, onlar heç zaman unudulmayacaqlar. Bizim hər birimizin vəfa borcumuzdur. Onları anmaq, qapılarını açmaq, evlərini ziyarət eləmək, məzarlıqlarını ziyarət eləmək. Çünki onlar tək sizin deyil, hər birimizin şəhididir. Bugün mən həqiqətən də sizin timsalınızda bütün şəhid ailələrinin, şəhid atalarının, şəhid analarının qarşısında baş əyirəm. Biləsiniz ki, o oğullar hər zaman qəlbimizdə yaşayacaq, hər zaman sizin yanınızdayıq. Bugün bax, bunun bariz nümunəsi olaraq Azərbaycanda yeganə verilişdir ki, şəhid ailələri ilə, qazilərlə bağlı Qarabağ Azərbaycandır verilişidir ki, məhz Nuranə xanımın içindən gələn o vətən sevgisinin lentə alındığı bir verilişdir. Bu verilişlər zaman gələcək, illər ötəcək. Biz onda həyatda olmayacağıq. Yenilənən nəsillər o şəhidlərimizi tanıyacaqlar. Bugün məhz Nuranə xanımın aparmış olduğu bu layihələr, etmiş olduğu bu çəkilişlər bugün üçün deyil, bizim gələcəyimiz üçündür. Bizim gələcəyimizə olan deyərdim ki, ən deməli lazımlı irsdir, mirasdır. Neftçala Nuranə xanım kifayət qədər çox şəhid vermiş deməli bölgələrimizdəndir, rayonlarımızdandır. Mən 65 saylı Salyan Biləsuvar Neftçala seçki dairəsindən seçilən yəni bir deputat olaraq sizə həqiqətən də deyirəm ki, xoş gəlmisiniz Neftçalaya və yolunuz nəinki düşəndə tez-tez buralara gəlin. Həqiqətən də Salyan olsun, Biləsuvarın özü olsun, Neftçala insanları çox mehribandılar, istiqanlıdırlar, qonaqpərvərdilər. Bunları həqiqətən də olduğu kimi dəyərləndirməyi mən özümə borc bildim. Təşəkkür edirəm. Hər zaman millət vəkillərimizlə, dəyərli ziyalılarımızla, Azərbaycanı özü qədər sevən insanlarla belə yerlərdə görüşək. Belə müqəddəs yerlərdə görüşək, belə süfrələrin ətrafında görüşək, belə qeyrətli kişilərin süfrəsinin başında görüşək, belə analarımızın zəhmətkeş, halal çörəyi ilə övlad böyüdən, gözünü qırpmadan övladını vətən üçün ölümün üstünə göndərən və get oğlum, şəhid ol, amma zəfəri mənə gətir deyən anaların, ataların süfrələrində görüşək. Allah sizi var eləsin. Burada bir qəhrəman oğlumuzun anası buradadır. Şəklini istəyirəm, tamaşaçılarımız görsün qəhrəman oğlumuzun. Kamran Quliyev, qəhrəman oğlumuz, qəhrəman vətən uğrunda canından keçən Kamranımız. Ana, xoş gördük sizi. Biz sizə gəlməmişik hələ. Bu bizim günahımızdır. Günahımızdan keç, növbəti dəfə sizdəyik. Çox sağ ol Nuranə qızım. Mən də çox sevinirəm ki, bugün qəhrəman oğullarımızdan biri olan, canı ilə, qanı ilə tarix yazan oğlanlarımızdan biri olan Xalid balamızın evindəyik, onun işığına toplaşmışıq. Mən ilk öncə qardaşıma, bacıma onlarca səbir diləyirəm. Övlad acısı çox ağır bir itkidir. Mən şəhid Kamran Quliyevin anasıyam. Kamran da 44 günlük müharibədə şəhadətə, Füzuli uğrunda döyüşdə şəhadətə ucaldı. 2 övladı əmanət qaldı mənə. Çox ağırdır onun övladlarının suallarına cavab vermək. Amma yenə söz yox, həm şərəflidir, həm də çətin yükdür. Şərəflidir ki, Azərbaycanımın hər yerində tanındı. Prezidentimiz tərəfindən qəhrəman oğul kimi tanındı.
alınmış torpaqlarımızı geri qaytardı. Fəxr eləyirəm onunla. Çünki o qəhrəmanlar sırasında mənim də oğlum var. Amma acıdır ki, övlad acısı çox ağırdır. Övladlar atasını istəyəndə onların qarşısında çox səssiz, gözyaşlı dayanırsan. Sizi çox izləmişəm mən. Həmişə qəhrəman oğullarınızı təqdim eləmisiniz. Mən istərdim belə bir insanlar daha çox olsun. Çünki biz anaların heç nəyə ehtiyacı yoxdur. Təkcə qapımızı açıb ana necə kəlməsinə çox ehtiyacımız var həqiqətən. Mənim Səlyanımın da 70 şəhidi var. Qəhrəman oğullarımız var. Həqiqətən də prezidentimizin bir yumruğu altında birləşib bu alınmayan torpaqları geri qaytardılar canları bahasına. Sevindik. Rahat yaşayırıq. Bugün biz burada rahat yaşayırıqsa, oturmuşuqsa o şəhidlərimin, qazilərimin sayəsindədir. Yəni mən bunlara görə də o şəhidlərimə minnətdaram. Bir ana olaraq mən də onların qarşısında baş əyirəm. Nə yaxşı bizim elə qəhrəman oğlanlarımız var imiş. Söz yoxdur, danışanda deyir ki, balalarımız bizi arxa çevirdi, amma torpağa qucaqladılar. Vətəni sevdilər, bəli. Yenə də biz vətən sağ olsun dedik. Vətəni də qorumağa oğullar lazımdır, qəhrəman oğullar lazımdır. Ataların sözüdür bu əvvəllərdən. Oğul düşmən çəpəridir. Həqiqətən də bizim balalarımız canlarını sipər elədilər. Bizim Azərbaycanımızı bütün ölkələr içində necə bir dövlət olaraq hamiyə tanıtdırdılar. Yəni biz canımızı verərik, torpağımızın bir qarışını vermərik. Biz valideynlər deyilik. Yəni ki, bizim oğlanlarımızı müqəddəsin yolunu davam elətdirməyə biz də hazırıq. Əgər Azərbaycanımın Allah eləməsin bir daha müharibə olmasın, heç bir ana, ata şəhid statusunu daşımasın, bunu heç kimin evinə arzu eləmirik. Amma vətənimin çətin vəziyyəti olarsa, mən də şəhidimin anası kimi ilk öncə sıralarda olmağa mən də hazıram. Oğlum kimi canımı verməyə vətən üçün mən də hazıram. Bu bizim hamımızın borcudur. Biz bunu eləməliyik ki, bizim gələcək övladlarımız da bizdən örnək götürsün. Bizim körpə balalarımız şəhidlərimizdən örnək götürdülər. 44 günlükdən sonra bizim çox övladımız hərbiyə meyilli oldular. Çox uşaqlar hərbini seçdilər. Bununla da biz qürur duyuruq. Allah bizi qoruyan, o səngərdə bizi qoruyan körpə, əskər zabitlərimizi qorusun. Allah torpağımıza bir daha müharibə qismət eləməsin. Allah bizim prezidentimizi qorusun. Allah bu mehribançılığımızı, birliyimizi əlimizdən almasın. Həmişə bir yerdə olaq. Şəhidlərimizi sizə təşəkkür edirəm, Nurani xanım, komandoza təşəkkür edirəm. Yəni şəhidlərimizi hər yerdə tanıtdırmaq hər bir kəsin borcudur. Amma kimsə onun ürəyində özünkü kimi bilib orada iştirak eləyirsə, mən ona təşəkkür edirəm. Mən Günay qızıma təşəkkür edirəm. Çünki Günay qızımı mən tanıyandan bəri o həmişə bizim yanımızda olan bir insandır. Mən ona Günayım deyirəm. Yəni demişəm ilkim deyirəm. Mən çox ilkim deyirəm Günayıma. Mənim 2 oğlum, bir qızım var. Günay mənim ilk qızım oldu. Allah canına dəyməsin, Allah balalarının canına dəyməsin. Emin balamdır burada mənim, həmişə yanımızda olan bir insan. Sultanımdır, Pərvizimdir. Yəni bu uşaqlar həmişə bizim yanımızda olan insanlardır. Bəli, bəli. İnan bir zəngimizə, inan yanımızda olan insandılar. O nətər deyilən, vaxtı olduqca da, indi biz bilirik də, dövlət işçilərin işləri olur, yəni hər an yanımızda ola bilmirlər. Amma çalışdıqca hər arzumuzu yerinə yetirməyə çalışırlar. Mən həqiqətən də buna görə, mən bütün şəhidə dəyər verən hər bir kəsə təşəkkür eləyirəm. Yanımızda olun, başqa bir şey istəmirik biz. Bizim balalarımızın tanıtdırmağın biz, söz yox, biz analar tanıtdırırıq. Amma vətən övladlarının da, oğlanlarının da, qızını da tanıtdırmağı bizim üçün də çox xoş gəlir. Sevinirik ki, min şükür Allaha, bizim balalarımız o gözəl məqama qalxsalar da belə, bizim belə qiriyyətli qızımız, oğlumuz var ki, bizim şəhidlərimizlə maraqlanırlar. Onları tanıtdırmağa çalışırlar. Yəni, bu çəkilişlər çox gözəl bir şeydir. Hər bir yerdə baxırlar buna. Ona görə hamımızın, yəni bizim də Səlyanımızda qonaq olarsa, nə gözəl bizim halimizə. Allah canınıza dəyməsin. Yenə də bacıma, qardaşıma təşəkkür edirəm. Bizə süfrə açdığı üçün, qucağını açdığı üçün ən çox deyək. Çünki şəhid ailələrin hamısı hər bir kəsə qucağını açır. Bunu gözəl bilirik. Ay sağ ol.
şəhidə dəyər verənin hər bir kəsin evidir. Mən həmişə deyirəm, bu sözümü də mən 5 ildir mən o sözümdən qaçmıram. Şəhidimə dəyər verənin hər bir kəsin Allah mükafatını versin. Şəhidimizin burada qardaşının qızı var. Necə ki şəhidimiz arzu etmişdi ki, mənim bir qız övladım olsa adını Dərya qoyaram. Qismət olub onun qardaşı qız övladına, böyük övladına Dərya adını verib. İndi Günay xalası üçün, Günay bibisi üçün şeir deyəcək. Hə? Rəngi bayağım, çözümə məsələ da, azaq da yaxından, baxan bir sağlı, üstündə sayı dost. Zalim mənim olsuma, ay ucuya bəzəyi, oldu sonun qasmı. Çox sağ ol. Aferin sənə. İndi de görün, bax o kimdir? O kimdir? Bax şəkili var. Yaxındakı kimdir qızım? Kimdir o? Şəkil kimi şəkil. Şəkil kimin şəklidir? Dedi. Kimin? Ama Əminin. Əminin adı nədir? Xalid. Sən Xalidin balasısan. Bəhkəmdir. Gözəl balam mənim. Adı ilə böyüsün. Əziz atamız, evinizə o balalarınızın xoş günlərinə gələk inşallah. Qapınızı xoş günlərdə açaq. Allah belə insanları, yəni Allah müjdələndirsin, sevindirsin. Vallahi biz belə gəl olmaq üzrəyik. İnsan nə qədər öz-özü ilə də Allah bunları bizə verdi, bir təskinlik üçün verdi ki, biz vallahi bəlkə çox vaxt oldu, mən burada oynadır bu. Oynayıram bu açığı. Niyə də oynamayım? Mən həmişə bağışlayın uşaqlara deyirəm, mənim yenə üzr istəyirəm böyüklərdən, mənim 3 evladım var idi, biri şəhid oldu, ikisi qalır. Uşaqlara demişəm, mənim ürəyim 3 hissədən ibarət idi. Biri ağlayanda, amma ikisi gülür. İkisi gülməlidir. Onların da yaşamağa haqqı var. Qız olsun, oğlan olsun. Yəni, bəli, mən həmişə demişəm ki, siz yəni yaşamalısınız, siz şənlənməlisiniz də. Yəni, niyə görə biz baş aşağı olaq? Niyə? Səbəb nədir? Səbəb yoxdur axı, biz başı uca olmalıyıq. Allah bütün ailələrə, Arzu xanım, nəvələrimə inşallah toy qismət eləsin. Elə toy müjdəsi ilə gələk, bizə göz aydınlığına gələk inşallah. Bu Günay xanımın da Allah balalarını xoşbəxt çağırarsa, böyük məmnuniyyətlə. Bu otaq Xalidin bəyliyi otağı idi. Elə bil ki, ev remont olunurdu. Dedi ki, ana bu otağı verərsiniz mənə. Usta da işləyirdi. Ustaya dedi ki, padalokda ay ulduz çək. Dedim ki, Xalid, bəy otağına o yaraşmaz da. Qoy yaxşı yığılsın işığına yanından. Dedi, ana hələ bilmək olmaz. And olsun. Özü ustaya yığdırdı onu. Bayrağımızdakı Bəli, ay ulduz. Dedi ki, o mənim bəy otağım olsun. Nəm qismət ilahinin də belə yarımçıq qaldı talihi. 7 ay idi, nişan idi. İstəyirdim, elə bil 20 gündən sonra istəyirdim ki, gəlin gətirim. özünün həyatı yarımçıq qaldı, amma Azərbaycanımızı bütövləşdirdi. Burada əziz tamaşaçılarımız, baxın, cənab leytenantın hərbi geyimləri var. Bir əskərimizin leytenant rütbəsinə qədər gəlib çatması üçün mərhələlərdir və nə qədər əziyyətdir. Yuxusuz gecələrdir, yuxusuz həftələrdir, aylardır, illərdir ki, o gəlib o rütbəyə çatır. O rütbəyə çatır ki, Azərbaycan uğruna döyüşlərdə leytenant kimi, rütbəli şəxs kimi iştirak eləsin. Naxçıvanskidə oxuyanda, deməli bu köynək son zəng köynəyi idi də. Heç yuyulmayıb. Bunları mən belə saxlamışdım ki, bunda qurd şəkli, arxada qurd şəkli çəkdirib. Ki, yana, bunu dedi, yana çəkdirmək istəyirəm, dedim çəkdir. Sonra gəlirdi, görürdü ki... Bu, deməli, məzun köynəkdir. Naxçıvanskinin məzun köynəyidir. Naxçıvanski adına məktəbin məzun olanda heç ana köynəyi yumuyub, baxın. Bu köynək yumuyub. Bu məzun köynəyi. Bəs bu? Bu köynəyi də elə bir ki, paradının forması, gündəlik orada geyimi idi. Naxçıvanskinin. Axırı gəldi ki, ana, neyirsən bu paltarları sən saxlamısan da, yəni. At getsin, onun sular mənə lazımdır. Elə bil, həqiqətən də
Sanki muzey olacaq. Həqiqətən deyir. Mən onu o fikirlə saxlamamışdım. Əslində mən saxlamışdım ki, Xalidə deyim ki, səhər Allah qüsə deyim sən evlənərsən, uşaqların olanda mən başa salaram ki, Atoz necə çətin yollarla bu məktəbi oxuyub, bu hərbi elə bir ki, sənəti necə sevə-sevə oxuduğuna o şahid olsunlar uşaqlar. Axırıncı dəfə gəlib gedəndə də dedi ki, ana bunlar neysin saxlamısan? Hələ də indi də mənə çatmır ki, mən elə bilsən Allahdan vəh gəlirmiş ki, yəqin ki, saxla da bunları. Lazım olacaq. Bir vaxt muzey olacaqmış. Nəsə, həqiqətən də. Qəhrəman Xalidin muzeyi. Bax, bunlar da hər biri muzeyin ən gözəl əşyalarına çevriləcəkmiş. Bu da Xalidin qızmasıdır. Xalid deməli, əziz tamaşaçılarımız, 4 medalla təltif olunub. Medallarını bir-bir sizə söyləyək. Vətən uğrunda medalı, igidliyə görə medalı, Xocavəndin azad olunmasına görə medalı ilə təltif olunub və daha sonra bu ordenidir. Vətənə xidmətə görə ordeni ilə təltif olunub. Ali Baş Komandanın imzası ilə qəhrəman oğlumuz. Qəhrəmanlığı elə onun aldığı bax bu medallardan, təltif olunduğu orden və medallardan bəllidir. Cənab leytenant, qarşında dayanıb sənin ruhuna salam veririk. Azərbaycan torpaqları uğrunda canından keçən cənab leytenant, ruhun şad olsun. Sizin də yolunuz bura düşsə, əziz tamaşaçılarımız, bilin ki, burada qəhrəman bir oğlumuzun muzeyi var. O muzeyin görüşünə gəlsəniz, burada bir qəhrəman ana da görəcəksiniz. Könül açıqlığı ilə, gülər üzlə sizi qarşılayacaq. Hə ana, bizi bugün qarşıladığı kimi. Həmişə gözümüz üstə yeriniz var. Xoş gəlmisiniz. Təki sizin kimi qonaqlarım olsun. Kim gəlməyindən asılı deyil. 5 ildir bizim qapı ziyarətgah qapısıdır. Hər kəs üçün açıqdır. Hər kəs üçün. Fərqi yoxdur kim olmağından asılı olmayaraq. Hər kəs üçün açıqdır bu qapı. Bizim də borcumuzdur Xalidin qonaqlarını yola salmaq. Onun öz istədiyi kimi. Allah razı olsun. Bax, Xalidin istədiyi də buydu. Əgər bir Azərbaycan vətəndaşı şəhid olacağını bilirsə, ona hazırlıqlıdırsa, yalnız o evinin təmirində ustalara beləcə mənim evimin tavanında Azərbaycanın bayrağının ay ulduzu həkk olunsun, bunu deyə bilər. Düzdür Ceyhun müəllim? Yəni səmimi danışaq ki, çoxlarımız evimizin təmirində, tavanımızda ayın ulduzun olmasını yəni düşünmərik. Düzdür, səmimi deyirəm də, düzdür, daha çox güllü, çiçəkli, cürəbəcür belə deyək Azərbaycan ornamentləri, naxışları vururlar. Amma görünür ki, o nə qədər vətən eşqi ilə dolu bir oğul imiş. Aha. Sentyabrın 16, 15, 16, 17 atasının ad gününə gəlmişdi. Elə bil 18-i gedirdi. Gəldi, nişan üzüyünü çıxartdı barmağından, nişanlısı da bizdə idi. Üzüyü çıxartdı, saldı mənim barmağıma. Nişan üzüyünü? Nişan üzüyünü. Dedim ki, Xalid, ver Nərminə aparıb qoysun yuxarı. Dedi, yox ana, o saxlaya bilməz bunu. Nişan üzüyünü? Nişan üzüyü. Bu Xalidin nişan üzüyüdür? Nişan üzüyüdür bu. Götürüb baxmaq olar? Olar. O da ki, nişana giyindiyi kostyumudur. Bu da bəylik kostyumudur da, belə deyək. Bu bizim şəhidimizin nişan üzüyüdür. O nişan konfetidir. Şəhidimizin nişan üzüyüdür. Xalidimizin nişan üzüyüdür. Toyluğu yarımçıq qalan, nişanı yarımçıq qalan, bəyliyi yarımçıq qalan şəhidimiz cənab leytenant Xalid Orucovun nişan üzüyünü ana bax beləcə onun ev muzeyində saxlayır. O mənə əmanət eləmişdi. Mən də onu əmanət edirəm. Deyirəm, nə qədər yaşayırıq, nə qədər bu ev varsa, bu üzük həmişə burada qalacaq. Nə qədər yaşayırıqsa, ev nə qədər varsa, o üzük də qalacaq. Onun konfetidir, nişan konfetidir. Saxlamışdıq, onun əmsi oğlu Rusiyada idi. Bu da nişan konfetidir. Nişan konfeti. Onu saxlamışdı ki, nişan gələcək, mən konfet saxlayıyorum. Əmsi oğlu gəlincə Xalid şəhid oldu. Həmin konfet də ona hədiyyə getmədi, qaldı burada. Muzeyində. Bu 5 ildən qalan nişan konfetidir. Şəhidimizin leytenant Xalid Orucovun
belə deyim, artıq toyuna bir ay qalmış, 20 gün qalmış. Bax, ana saxlayıb 5 ildir bu evdə qalır, bax bu nişan konfeti. Bu da onun nişan üzüyüdür. Şəhidlərimizin nə qədər belə ürək dağlayan xatirələri var. Amma bu xatirələrlə yanaşı, bax bu qırmızı lent, bax bu nişan üzüyü. Mən bunu bilirsiniz nəyə bənzədirəm? Mən elə bilirəm ki, bax bu Azərbaycandır. Bu qırmızı lent Azərbaycanın belinə dolanan kəmərimizdir, bizim sərhədlərimizdir. Bax bu nişan üzüyü də Şuşamızdır. Bax beləcə bərq vurur, parıldayır. Çünki bizim torpaqlarımızın bütövlüyü uğruna bu oğullar həyatlarını, gəncliklərini, arzularını yarıda qoyub getdilər. Xalidin, əziz tamaşaçılarımız, şəhidimizin dayısı da 1-ci Qarabağ müharibəsinin şəhidi olub. Sizin qardaşınız? Bəli, mənim qardaşımdır. Əbələsanov Kazım Kamiloğlu. 93-cü ildə Füzuli rayonunda şəhid olub. Mənim qardaşım da qəhrəman olub. Füzulidə Qacar yüksəkliyin tək başına alıb. Ermənilərdən geri qaytarıb. Həmin vaxtda da özü hamımız bildiyimiz kimi silahın, sursatın az olan vaxtı olub. Yəni indi deyəndə kimsə mənim yanımda deyəndə ki, köhnə şəhidlər güya yada düşmür. Mən hədsiz dərəcədə həqiqətən pis oluram. 32 ildir mən bilirdim də bu şəhidin nə olduğunu, yəni yaşayırdım onu. Ona görə indi də hələ də o bizim ürəyimizdədir. Sağ olsunlar qiymət verənlər, istəyir mövlududur, istəyir ilidir. Xalid elə uşaq olub ki, məktəb oxuyanda yeganə Xalidin qaldığı vaxt dərs günü fevralın 5-i olub dayısının şəhadətə ucaldığı günü. Bir dənə həmin günü biz ziyarətə getmişik, Xalidin bir dənə dərsdən qaldığı gün olub. Müəllimlər də həmişə onu təsdiq eləyirdi ki, bu uşaq heç vaxtı dərsdən qalmayıb yəni. Qətiyyən. O qədər həvəslə gedirdi dərsə. Elə bil hazırlaşırmış. Bibi deyir ana yarısıdır, düzdür? Bu bibiyə o qədər bağlı olub o. Bu bibi bizim evimizdə olduğuna o qədər bağlı olub da, həddindən artıq. Mənlə bölüşmədiyin demək olar ki, bununla bölüşüb. Bibi ilə bölüşüb. Bibi də o evimizin böyük uşaq olduğuna, adətən bibilər evin böyük uşağını çox istəyir axı. Onu bir ayrı cür istəyirdi. İstəməz ki, kimsə ona nəsə bir söz desin artıq əski. Sözlərin hamısı deyildi də, mərci söz qalmadı demək olar. Xalidin bile bunlar şəkilləri qaldı. Bəyli kostyumu qaldı. Nişan üzlüyü qaldı. Onun arzularını biz yerinə yetirə bilmədik. Amma o öz arzularını özü yerinə yetirdi. Bütün Azərbaycan qaldı ondan bizə. Qarabağ qaldı. Çox sağ olun, təşəkkür edirəm. Daim ucalarda yüksək olsun, həmişə dalğalansın ucalarda. Çünki o bayraqlar bizə onlardan əmanətdir. Onların enməyin heç zaman istəmərik. Həmişə ucalarda zirvələnsin inşallah. Ali baş komandanımız sağ olsun ki, bizim balalara qiymət verir. Dövlət olan yerdə, ondan sonra torpağımız olan yerdə ata-babadan da deyildiyi kimi oğul düşman çəpəri bıyıymış gərək. Analar, atalar min bir əziyyətlə oğul böyütdülər. Baxın, bir evdən, bir ailədən leytenant rütbəsinə qədər oğul gəlib çatıb. Ananın min bir arzusu yerinə yetib. Biraz öncə ana söyləyirdi ki, o məzun günü papaqlarını başlarından çıxardıb göyə atanda elə bildim ki, dünya mənimdir. Elə dünyanı bizə verdilər. Qarabağı bizə qaytardılar. Üstümüzdə olan o adı götürdülər. Başımız aşağı idi, başımızı qaldıra bildik. Ruhları qarşısında bir daha salam veririk, ruhları qarşısında baş əyirik. Bizi izləyən bütün tamaşaçılar adından sizin qarşınızda baş əyirik. Allah sizdən razı olsun. Sizin simanızda, sizin timsalınızda bütün şəhid valideynlərimizin qarşısında baş əyirik. Var olun, sağ olun. Yolunuz Neftçalıya düşəndə bilin ki, gəl buraya əziz qardaşım, bilin ki, burada bir qapı var. O qapıda qəhrəman Xalidimizin, şəhidimizin qardaşı var. O qardaşın qapısı hər zaman sizin üzünüz açıqdır, düzdür? Bəli, o sözsüz hamiyə bəxş elədiyi vətənin evin də bəxş eləyə bilər də hamiyə. Evin də aça bilər. Necə ki, öz canın verdi o vətənə görə. Bayaq o qəbir üstündə də bir söz dedilər, o 92-ci şəhidləri, 1-ci Qarabağ müharibəsinin şəhidləri. Yəni,
həmişə bu sözü deyirəm. Qardaşım şəhid olandan sonra da daim sözsüz o örnəyimiz, qardaşımın da mənim də örnəyimiz o olub. Onu demək istəyirəm ki, ən azından o müəyyən qədər soyuqluğu hiss eləyən varsa da bir dənə bu sözü fikirləşsinlər ki, 1-ci Qarabağ müharibəsinin şəhidləri olmasaydı, heç mənim qardaşım daxil mən də heç dünyaya gəlməyəcəkdik. Çünki onlar qoruyub ki, biz dünyaya gəlib onların qanını almışıq, qisasını almışıq. Sizə çox sağ olun. Gələn əvuz var olsun. Qapımız hər kəsin üzünə açıqdır. Təbii ki, xoş niyyətlə gələn insanlar. Var olun, sağ olun.